Novruz bayramı ərəfəsində Bakıda xüsusi bayram əhval-ruhiyyəsi hökm sürür. Dəniz vağzalında keçirilən Mənim Xonçam Gözəldir festival müsabiqəsi milli dəyərlərimizi yaşatmaq və ənənələrimizi gələcək nəsillərə ötürmək məqsədi ilə təşkil edilir. İki gün davam edəcək festival çərçivəsində qonaqlar milli oyunların, folklor çıxışlarının və müxtəlif müsabiqələrin şahidi olacaq. Həmçinin sənətkarların iştirakı ilə məşhur brendlər öz əl işlərini təqdim edəcək. Salam ver sənə, o torbanı ver görək, yumurtalar rəngbərəng, hər bir can dərmanı ver doldurak torbanı, hər bir can dərmanı ver doldurak torbanı. Festivalın təşkil olunmağının əsas məqsədini və bu ideyanın yaranma mərhələlərini öyrənmək üçün bu dəfə üz tuturuq təşkilatçı Leyla xanıma. Salam, hoş gördük. Siz bizim festivala gelmişsiniz. Mənim Xonçam Gözəldir festivalımızın adıdır. Novruz ərəfəsində ən gözəl xonça seçəcəyik. Və sizcə bu festival yerli sənətkarlara və biznes sahiblərinə hansı imkanları yaradır? Əlbəttə ki, böyük imkanları yaradır. Əsas məqsədimiz də hələ onunla bağlıdır. Birincisi, adət-ənənələrimizi yaşatmaqdır. Çünki belə bir festivallarda özünüz də görürsünüz, hər tərəfdə Azərbaycanla bağlıdır. Azərbaycanın ən gözəl rəmzləri də burada var. Adət-ənəmizə uyğun olaraq xalçalarımız, qəlağayımız hamısı da onlara uyğundular. Bu bir tərəfidir, yəni adət-ənənəmizin yaşatmağısıdır. İkincisi, əlbəttə ki, bizim bizneslə məşğul olan xanımlara kömək etməkdir. Bizim sahibkarlara kömək eləmək. Bu kiçik bizneslə məşğul olan xanımlardılar, əl işləri ilə məşğul olurlar. Onların özlərinin işləri var və belə bir məkanda biz onlar üçün imkan yaradırıq ki, onlar həm görsətsinlər, həm tanıdılsınlar, həm də onları satışını etsinlər. Çox sağ olun, təşəkkürlər. Gördüyünüz bu birbirindən gözəl tabloların müəllifi Rüxsarə xanımın yanındayıq. O, tədbir barədə öz təəssüratlarını bizlə bölüşəcək. Salam Rüxsarə. Sağlam. Tədbirimiz Azərbaycanın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunub. Bu möhtəşəm sərgidə mən də iştirak etdiyim üçün çox şadam. Nə deyə bilərəm, çox zəngindir. İştirakçılar da gəlirlər, baxırlar, tanış olurlar. Salam, mən Azər Səfərov, Lətif Kərimovun nəvəsiyəm. Bu işə mənim marağım məktəb illərindən başlayır. Mən xoşlamışam təbii məhsullarla işləmək. Bax, bunu görürsünüz, bunlar hamısı təbiidir. Bu boşqablar mən eləmişəm bitkilərlə. Bax, bunlar inəyin, balığın sümükləridir. Onlardan mən bunları düzəltmişəm. Bir dənə də mən xalça düzəltmişəm bitkilərdən. Baxın, baxın o xalça yeganə bir xalçadır. Dünyada tayı bərabəri yoxdur. Yalnız bitkilərdir. Bitkilərin arasında da xalça sapları gedir. Yaxından baxsanız görərsiniz. Bu çox unikal bir işdir. Mən onun üstündə işləmişəm 3 il. İndi keçək oğlumun işlərinə. Oğlum bu işləri deməli görür kömürlə. Karandaş var, kömür karandaş. Bak, bu onun işidir. Yani bizdə bilirsiniz necədir? Babadan keçir oğula, nəviyə, nəvədən nəticəyə. Çox sağ olun, təşəkkürlər. Keçmişimizi yaşatmaq, dəyərlərimizi qorumaq deməkdir. Bugün yad etdiklərimiz təkcə xatirə deyil, eyni zamanda gələcəyə yol göstərən bir işıqdır.